matəm elan olunub. Ölənlərin sayı 544-ə çatıb. 1060 nəfər isə həbs olunub. Ölkədə etiraz aksiyaları davam edir. Ölənlərdən 500-dən çoxu aktivistdir. ABŞ-da yerləşən İnsan Hüquqları Müdafiə Agentliyi xəbər verir. Artıq 84 saatdan çoxdur ki, İran əhalisinin əksəriyyətinin internetə çıxışı yoxdur. İran etiraz aksiyaları zamanı həlak olanların xatirəsinə 3 günlük milli matəm elan edib. Bununla yanaşı bugün İranda hakimiyyəti dəstəkləyənlərin əks aksiyası keçiriləcək. Ölkədə etirazlar artıq 15-ci gündür ki, davam edir. Əvvəlcə Tehranın küçələrinə mağaza satıcıları çıxmışdırlar ki, İran valyutasının dəyərdən düşməsinə etiraz etsinlər. Daha sonra onlara tələbələr də qoşulub. ABŞ-ın 66 beynəlxalq təşkilatdan çıxmaq qərarına dövlət katibi Marco Rubio'nun bəyanatı Tbilisidə müzakirə olunur. Hakim komanda bu addımı düzgün hesab edir və Gürcü arzusu Venesiya Komissiyasının Gürcüstana qarşı siyasi alət kimi istifadə edildiyini bildirir. Müxalifətin bir hissəsi bunu ABŞ-ın daxili işi sayır və vurğulayır ki, Gürcüstan Avropa İttifaqı üzvlüyünə can atır və beynəlxalq təşkilatların bir hissəsi olmalıdır. Marco Rubio'nun sözlərinə görə beynəlxalq sistem qeyri-şəffaf və səmərsiz təşkilatlarla yüklənib. O bildirib ki, ABŞ dünyadan üz döndərmir, sadəcə Trump administrasiyası qurumlardan real nəticələr tələb edir. Polis narkotik ilə bağlı cinayətdə əvvəlcədən məhkum olunmuş və hazırda şərti cəza altında olan 2 şəxsi saxlayıb. Hüquq mühafizə orqanları tərəfindən təqsirləndirilən yaşayış evlərinə keçirilən axtarış zamanı sübut kimi müxtəlif növ narkotik vasitələri, o cümlədən kokain, qurudulmuş marixuana və kannabis bitkisi götürülüb. Cinayət 20 ilə qədər və ya ömürlük həbs cəzasını nəzərdə tutur. 2025-ci ildə Gürcüstan şərabı 21 ölkədə 60-dan çox sərgi festivalda və 300-dən artıq dadım seminarlarda təqdim olunub. Bu barədə Şərab Agentliyi məlumat yayıb. Xarici mütəxəssislərin iştirakı ilə 18 şərab tur keçirilib. Qruplarda şərab magistrləri, ekspertlər, somelyelər və idxalçılar iştirak ediblər. Şərab Agentliyinin məlumatına görə marketinq xərclərinin dövlət tərəfindən qismən maliyyələşdirilməsi proqramı çərçivəsində 2025-ci ildə 9 şərab şirkəti ümumilikdə 693 min lari həcmində qismən maliyyələşdirilmə alıb. Axaltı Xemeriyası tərəfindən təşkil edilən Gənclər Düşərgəsi Bakuriyəndə başa çatıb. Axaltı Bələdiyyəsinin meri Varlam Tiklauri, 1-ci vitse-mer və şəhər bələdiyyəsinin sədri ilə birlikdə qış düşərgəsini ziyarət edib və Axaltıdan olan iştirakçılarla görüşüb. Yerli hökumət rəsmiləri müxalifət fəallıqlarda qalıb, şagirdləri mükafatlandırıblar. 2 günlük qış düşərgəsində 60 gənc iştirak edib. Paytaxtda yeni il tədbirləri davam edir. Respublika meydanında ansambl Şüd Qaça çıxış edib. Saat 22:00-dan etibarən isə ənənəvi elektron musiqi şousu nümayiş olunub. Dekorasiyaları və instalyasiyalarla bəzədilmiş yeni il kəndində gastronomiya və sahibkarlıq stendləri fəaliyyət göstərir. Tədbir 14 yanvaradək qonaqları qəbul edəcək. 4 oktyabr işinin müzakirəsi davam edir. Bu işdə 14 təqsirləndirilənin məhkəməsi keçirilir. Prokurorluğun təqdim etdiyi video sübutlar araşdırılır. Vladimir Gvelesyanni, Sergo Megrelişvili, Zurab Çavçanidze, Georgi Rurua, Amiran Dolişvili, Anton Vardanidze, Georgi Korkiya, Aleksandre Çilaçava, Genadi Kupreyşvili, Laşa İvanadze, Levan Cikiya, Sulxan Tuğuşi, Xviça Qogoxiya və Ramaz Mamuladze strateji və xüsusi əhəmiyyətli obyektin ələ keçirilməsinə cəhd etməkdə və qrup şəklində törədilən qrup zorakılığına görə ittiham olunurlar. Cinayət 6 ilə qədər həbs cəzasını nəzərdə tutur.
İran danışıqlara hazırdır. Bunu Donald Trump bildirib. Onun sözlərinə görə liderlər məhz bu məqsədlə ona zəng ediblər. Çünki ABŞ-dan gələn təzyiqlərdən yorulmuşdular. Trump həmçinin bildirib ki, İranda internetin bərpası barədə Elon Musk ilə danışmağı planlaşdırır. Çünki İran hakimiyyəti anti-hökumət etirazları fonunda kommunikasiya vasitələrini bağlayıb. Daha əvvəl mediada məlumat yayılıb ki, Trump İranda qarışıqlığın eskalasiyasına cavab olaraq müxtəlif addımlar, o cümlədən mümkün hərbi variantları nəzərdən keçirdirdi.